Bugün təbiət 5-ci sinif dərsindən bölmə 1-in bölmə 1-in mövzu 13. Mövzu 3. İzah edəcəm. Deməli, yediyimiz qidalar hansı prosesdən keçir? İlk öncə oxuyaq, məlumatımız olsun. Yaşamaq üçün qidaya ehtiyacımızın olduğunu artıq öyrənmişsiniz. Qida gündəlik fəaliyyətimizi həyata keçirmək üçün bizə enerji verir. Həmçinin yediyimiz qidaların köməyi ilə biz böyüyür və inkişaf edirik. Düyü, çörək, ət və tərəvəz kimi qidalar orqanizminin istifadə edə biləcəyi formada deyil. Buna görə də həmin qidalar daha sadə birləşmələr parçalanmalıdır. Yediyimiz qidalar sadə birləşmələr parçalanmadıqdan, yəni həzm olunduqdan sonra orqanizm tərəfindən sorulur. Bu proses qida həzm kanalından keçdiyi zaman baş verir. Həzm kanalı boruşəkilli olub ağız ilə başlayır və anusla bitir. Yadınızda qalsın. Həzm kanalı və həzmə kömək edən bəzi orqanlar, məsələn, ağız suyu vəzləri, qaraciyər və mədə-altı vəzi həzm sistemini təşkil edir. İndi bunun haqqında danışacağıq. Deməli, ağız boşluğu. Ağız boşluğu həzm ağız boşluğunda başlayır. Burada dişlər qidanı kəsir, daha kiçik hissələri parçalayır və xırdalayır. Eyni zamanda ağız suyu vəzlərinin ifraz etdiyi maye qidanı isladaraq yumşaldır və onun udulmasını asanlaşdırır. Dil qidanı ağız suyu ilə qarışdırır və onu çox kiçik hissələr halında qida borusuna ötürür. Yəni ki, uşaqlar, deməli yemək yeyirsiniz və həmin o yeməyi dişləriniz vasitəsilə daha xırda, kiçik hissələr parçalayır və xırdalayırsınız. Eyni zamanda həmin o xırdaladığımız yemək parçaları ağız suyu ilə qarışaraq onun udulmasını asanlaşdırır və dil qidanı ağız suyu ilə qarışdırır. Dişlər vasitəsilə həmin o parçaladığımız, xırdaladığımız çox kiçik hissələr isə qida borusuna ötürülür. Nazik bağırsaq. Müəyyən qədər həzm olunmuş qida horrası nazik bağırsaqda mədə-altı vəzinin və qaraciyərin ifraz etdiyi şirə ilə qarışır. Burada qida maddələri həzm olunaraq qana sorulur. Yoğun bağırsaq. Yoğun bağırsaq nazik bağırsağa nisbətən daha qısa olur. Yoğun bağırsaqda həzm olunmamış qida qalıqlarının tərkibindəki mayenin qana sorulması basa çatır və nəcis kütləsi formalaşır. Qida borusu. Qida borusu ağız boşluğunu mədə ilə əlaqələndirən əzələləri boruşəkilli orqandır. Qida borusunun əzələləri yığılıb boşalaraq dalğavari hərəkətlər əmələ gətirir. Bu hərəkətlər sayəsində qida maddəyə doğru ötürülür. Mədə. Mədə qalın əzələli divarlara malik orqandır. Mədəli divarlarından şirə ifraz olur. Mədə divarları əmələ gətirən əzələlərin yığılması sayəsində qida və maddə şirəsi tam qarışır. Mədə şirəsi tam qarışır. Təxminən 4-6 saat qarışdıqlara və həll olduqdan sonra maye halında olan qismən həzm olunmuş qida horrası nazik bağırsağa ötürülür. Yəni ki, 4-6 saat qarışırlar və maye halında olan həzm olunmuş qida horrası nazik bağırsağa ötürülür. Anus, həzm kanalının sonunda yerləşən bu dəlik vasitəsilə nəcis bədəndən xaric olunur. Yəni ki, bunu yəqin ki, bilirsiniz. Deməli, biliklərin yoxlanılması. Son olaraq, dostlar, nə başa düşmədisə, yorumlara yazarsınız, mən rəy bildirəcəm. Həzm prosesi ilk olaraq harda başlayır? Uşaqlar, həzm prosesi birinci ağızda başlayır və anusda bitir. Bunu demişdik. Dişlərin və ağız suyunun həzmdəki rolu barədə nə düşünürsünüz? Bunu demişdik. Dişlər yeməyi, maddələrin fərqi yoxdur. Daha kiçik hissələri parçalayır və xırdalayır. Və ağız suyu isə həmin o kiçik parçaları dil qidanı ağız suyu ilə qarışdırır və onu o kiçik hissələr halında qida borusuna ötürür.
Hansı daha asan həzm olar? Bərk qida yoxsa maye halda olan qida? Burada cavabımız maye halda olan qidadır. Çünki bərk qida ilə dişlər və ağız suyu onu biraz daha uzun vaxta boruya ötürür. Amma maye halda olan qida isə burada dişlərdə çox böyük rol olmur. Fikrinizcə ağız suyu vəzləri ağız suyu ifraz etməsəydi nə baş verərdi? Deməli, ağız suyu vəzləri ağız suyu ifraz etməsəydi nə baş verərdi? Biz onu qidaları dişlə parçalayırıq. Dişlə parçalayıb bir dəfəlik onu utsaydıq, o bizim boğazımızda qala bilərdi. Amma ağız suyu olanda isə ağız suyu ilə qarışdırır və qismən qida borusunu ötürür. Uşaqlar, dərsimiz bu qədər. Nəyə başa düşmədinizsə yorumlara rəy bildirin. Mən də sizə cavabımı bildirəcəm. Sağ olun, bu qədər belə.